fırtına bilmedi hala. Yana yana yine beni sev. Yine bana Yine gel. bana gel. Yana yana yine beni sev. Hardasa bir 2 həftə olar. Mən saçım ümumiyyətlə həmişə qarışıq rəngli olur. Divi başqa, ucu başqa. Gedirəm salonda da eləyirəm eyni alınır, özüm də eləyirəm eyni alınır. O gün getdim yenə salona, dedim bəlkə bu səfər düzə alınır. Dedim saçım bax görsən qarışıq rəngli də. Bunu eyni rəng elə yəni. Hamısı divi, ucu eyni olsun. Problem bir narahat olma. Saçımı elə bir günə qoydu ki, yenə cəhənnəm mən özüm evdə qoyanda normal olur deyə. Bəri bax başı. Divləriz açıqdır, uçlarına bax. Bu da salonda elədiyir. 2 həftədə belə gəzirəm ki, gözləyirəm ki, heç olmasa kraskanın bir keyfiyyəti ölsün, saçım ölər, şey olar da, məhv olar. Ondan sonra kraska qoyun. Bugün axırki saçımı rəhləyəcəm. Adları salon qoyurlar, güya ki, bunlar işləyir də, salon əllərinin dallarla işlənmir. Demək qızlar, Temudan sifariş vermişəm, hələ gəlib çıxmayıb. Şampundur, saçı deyirsən, yuyursan, yoxsa yumadan öncə mi saça qoysan, kraskadır, yəni rəngdə. Mən ona sifariş vermişəm, amma hələ gəlməyib. Gəlsin, onu da yoxlayıb görək, o necə bir şeydir. İnşallah yaxşı çıxar, piramida necə çıxar. Temudan mallarda həmişə şübhəylə yanaşıram. Hər zaman keyfiyyəti çıxmır da. Amma qiyməti ucuz ödəyən, dedim də sifariş vermişəm olmaz. İnşallah yaxşı çıxar. Nəysə, mahnımızı qoyaq, saçımızı boyayaq, əhval rəhimimizi pozmayaq. Yaxşı olar. Böyle bir aşka hiç benzeri yok bendeki başka. Nasıl sevdim